Salam sahibkar izləyiciləri, bugün sizi Bakının sahilindən, dəniz kənarından salamlayırıq. Dəniz kənarı istirahət məkanında yeni mövsümə hazırlıq işləri sürətlə davam edir. Ərazidə yenidən qurma və abadlıq tədbirləri həyata keçirilir. Qonaqların daha rahat istirahəti üçün son tamamlama işləri görülür. Adının açıqlanmasını istəməyən sahibkarın sözlərinə görə, yaxın günlərdə mövsümün rəsmi açılışı gözlənilir və ziyarətçilərə daha yaxşı xidmət göstərilməsi üçün bir sıra yeniliklər nəzərdə tutulur. Biz də bölgədə baş verən yenilikləri diqqətdə saxlayacaq. Qarşıdakı günlərdə daha maraqlı reportajlar və yeni çəkilişlərlə yenidən sizin qarşınızda olacaq. Bizi izləməyi unutmayın.